Hər kəsə salam, necəsiz uşaqlar? Bu gün sizlərlə bir yerdə dənizə gedirəm uşaqlar, çox sevinirəm. İndi burada uşaqlar Şıxova gedən yollar çəkirəm sizə. Çox maraqlıdır da. Birinci uşaqlar gedək marketə. Abur-cubur zadalacağıq. İndi burada deyirəm külək çox vurur uşaqlar. Pəncərədən çox pis külək gəlir. Saçımı neçə dəfə hələ düzəldirəm ona görə. Maşın yəni öz sürətlə gedir. Şu külək vurur üzümə bildiyiniz. Buna bu. Yol çox qəşəngdir. Biz Şıxov uşaqla getmirik. Şıxovun suyu nədir də bu il çox çirkablıdır, yəni çox şirindir də, yəni çox təmiz çıxmayıb, çox çirkablı olduğu üçün ora divar çəkiblər. Yəni ora girməyə qadağandır. Biz lap qabaqdakı dənizə gedəcəyik. Düşbətandan kruqunu belə dönürsünüz. Belə biraz qabağa girərsən, orada aralıq var, otluqdur. Ora girdin, Asonovka yanında girdin, ora gedirik. Uşaqlar dənizdə bir dənə adamlar var idi. Uy dedəm. Uy nə idi elə? Nə qədər adam var idi. Uşaqlar dənizin ortasında qırğın oldu. Ayda. Çox şeydir. Çox gülməli, kəşk çəkə bilərdim sizə. Bu arada uşaqlar vardı, mən bu yaxınlarda təzə kamera alıram, evet. Təzə kamera alacağım uşaqlar. Artıq da çəkilişlərimi telefonla yox da kamera ilə eləyəcəm. Məsəl üçün hara getdim, qabaqdan soruşacağam ki, məsəl üçün bu gün hara gedirik. Nəsə harasa gedəcəksə, taxacam kameranızı ritkaya yığsın. 100 olacaq, sonra da çıxardacağım, başlayacağım çəkiliş eləməyə. Daha məncə daha bir rahat baxın. Şıxova baxın uşaqlar. Dəqiqə gözləyin. Uşaqlar görürsünüz, bağlayıblar. Gördünüz? O tərəfdən də bağlayıblar. 2 dənə giriş var, deyib baba. İkinci girişdə ora. İkinci girişdə ora. Bağlayıblar eləcə. İndi burada uşaqlar marketə gedirik marketə, Araz marketə. Şıxovuna 100% olan Araz marketə. Yerdən oradan biraz bir şey alaq, yəni şey alaq. Simiska zadalaq, belə nəmi. Allah verəndən alaq, çıxaq gedək dənizimizə. Çox yəni maraqlı idi də, yəni. Yaxşı şeylə çəkmişəm uşaqlar. Həm də sizə vlog olsun, həm də yəni mən də ürəyim sıxılırdı. Dünən kanala video atmadım çünki çox vaxtım olmadı da, yəni bilirəm. Bilirəm düzdür, kanal sahibi, hər nə qədər kanal sahibi də olsam da uşaqlar, kanalıma video atmalıyam. Mən bu işi vəzifəliyirəm. Yəni ki, uşaqlar sözümdən o çıxır ki, yəni kanalı mən götürmüşəm, mən özüm açmışamsa, yəni vəzifələrimi yerinə yetirməliyəm. İndi uşaqlar, nədir, marketə giririk, gülürəm. Çünki, yəni, çünki sevinirəm. Biraz yuxum gəlir, üstümcə sağlıq uşaqlar. Saat 1 dəqiqə 00:30-dur. Mən bu videonu hələ indi editləyirəm. Çünki uşaqlarda başıma oyun gəlib, oyun. Bu çəkdiyim videonu anamın telefonundan çəkmişəm. Day başıma bütün oyun gəlib, atmaq falan filan, hamısı aləm dəyib bir-birinə. Uşaqlar marketə girdik bu arada. Deyim də sizə bunu niyə qoyuram, çünki nədir onlar da lazımsız yerlər düşüb, ona görə onları mən qoyuram ki, yəni heç kim görməsin. Lazımsız yerlər düşüb, ona görə. Saçqalar çox qəşəng görünür bu arada. Uşaqlar, kameranı çevirdim, ancaq özümü çəkirəm, çünki cəmaətdən düşmək istəmirəm. Araz marketdə aşağı hər şey var. Biraz yuxum gəlir, çox yuxum gəlir, yatmaq istəyirəm. Qalmışam çünki belə video editləməliyim, editləyib atmalıyam. Yəni bu youtuberluğumu dalınca heç vaxt buraxmayacağam. Bu arada uşaqlar, Əlbifəzin fanı
Əlfəzin fanına salam deyirəm. Əlfəz bu gün məndən video çəkmək istəmədi. Fanı eşit bunu. Eşit. Götürüb deyirəm ki, gəl Əlfəz video çəkək, yarışma eləyək. Gəlmir. Mən gəlmirəm. Mən video çəkmək istəmirəm. Mən ancaq kameraman olacağam deyir. Bilmirəm, fanı bilmirəm nə edirsən, nə. Amma ki, yəni video çəkmək bir zülmlə də axır yola gətirdim. Sonra da eşitdim ki, dənizə gedirəm, da ona görə alınmadı. Amma gələn sabah üçün bir dənə şey ağlımda bir yarışma videosu var. Amma yəni mən çalışdığım qədər yəni şey çəkəcəm. Yəni daha maraqlı yarışma olacaq. Simiş qaldım uşaqlar, atdıq bura. 99 qəpik hamısı qiymətini deyəcəm. Ocaq saskasından götürdük. Səbətə getdi o da. Uşaqlar sonra nə götürək? Kalbısı yorumlara tez yazın. Yəni bu gün bildiyiniz aləm dəymişdi bir-birinə. Qiymət anam deyir götürə bilmirəm, onu göməklə götürürüm. Axırı mən götürürəm, verirəm. Anama ki, qoysun səbətə. Səbətə qoyur, sonra başqa gedirik başqa şeylər almağa. Simiska, sonra nə qoydum? Dəqiqə göstərsəydim. Yumurtalara baxın nə şeydir. Kiçik qabda düzüblər. Uşaqlar, Araz marketində çox yaxşı şeylər var. Uşaqlar, buradan da kapsiyonlu şey götürürük, kalbasa götürürük. Kapsiyonlu kalbasa bizim evdə çox, yəni bizim evdə hamı çox istəyir. Atdım mən indi onu səbətə. Yəni kassaya qədər çəkmişəm, hamısını çəkmişəm. Sonra ocaq saskası götürürük. Amma uşaqlar daha çox şeydi, yəni əlaydı. Uşaqlar biraz vlogum bizdir, öfeydi. Çox azdır. Sizdən üzr istəyirəm indidən də, yəni ki mənə bağışlayın. Yəni 23.21 dəqiqəlikdir. Çox azdır, başa düşürəm. Uşaqlar, bu arada mən bunu anam telefondan çəkmişəm. Şeydir də, atmışam öz telefonuma, çünki öz telefonumu evdə qoymuşdum. Şeydir. Attım öz telefonuma uşaqlar. Mən 25 dəqiqəlik video çəkmişdim də elə bir. 25 dəqiqəlik video çəkmişdim. Onu attım anamla öz telefonuma. 2 dəqiqə silindi, bilmirəm niyə. Bunu uşaqlar bilən varsa yorumlarda mənə yazsın. Bu niyə belə oldu? Uşaqlar, soku başqa tərəfdən götürürük. Çünki su, yəni soyuq deyil də. Götürdük başqa yerdən. Andir suyu qoy yerinə. Qoydum yanında yerinə, götürürəm. O saskana görə uşaqlar, saska odur. Özdə halaldır yəni. Sonra yorumlarda yazmayın ki, halal deyil, nə bilim nə. Haram mən heç nə yemərəm yəni. Heç vaxtda. Yəni bizim uşaqda ailədə yəni elə şey yoxdur, haram mal yemək. Yəni biz elə bir insan deyilik. Bu şeydir. Uşaqlar, editləyib qutarsaydım videonda sizə atardım en çox. Neyse oluram. Kapak fotoğrafını elə hazırlamamışım. Görürsünüz necə youtuberəm mən. Mən linsləməyim uşaqlar. Naharmayı, valla vaxt çatdıra bilmirəm. Allah haqqı. Amma yəni çalışdığım qədər hər gün video atıram da yəni. Hər gün də olmasa yəni bir gündə bir şey ata bilmirəm. Yəni o da çox yorğun olanda əhvalatım zaten olmayınca. Enerjim olmayanda uşaqlar mən sizə vəbşə video atmıram. Çünki enerji olmayanda mən vəbşə video özümün xoşuna gəlmir. Yəni özümün xoşuna gəlmir də bildiyiniz. Xoşlamıram. Özümün xoşuna gəlmirəm mən başda. İstəmirəm çünki. Yəni boş-boşuna sizə niyə atım ki bu videonu? Enerjim yoxsa, nə mi? İndi uşaqlar.
İndi gedirəm. Nə alırıq indi? Hə, təndir. Şu an 2 dənə təndir götürürəm. 2 dənə təndir götürürük, daha doğrusu götürürəm. Nə idi? Götürürük 2 dənə təndir çörəyi, bir dənə kalbasa, bir dənə saska. Sonra pomidor. Bir dənə fıstıq, hə, bunları alırıq, sırf elə marketdən. Yəni mən sizə daha özətin keçdiyimdə davam edim. Bir dənə baxın siz başqa işlə. Dilim yoruldu deyə danışmaqdan, vallahi. Bu da kameranın üzümə çevirim. Anam orada pomidor yığır, mən də durmuşam başında. Deyirəm amma qarpız alaq, qarpız solar çox yüksəkdir. 29 qəpik idi. 79 qəpik, yəni artıq başda 80 qəpik də şeydir. Nədir onun adı? Çox yüksəkdir amma. Qarpız çox yüksəkdir. İnşallah qarpızın içine ehtiyatlı olun. Qarpızdan zəhərlənərsiniz. Qarpızın içine dərman vururlar. Yəni ehtiyatlı olun qarpız yeyəndə. Daha birinci qoyun. Evdəkilər baxsın, sonra da siz yiyin, zəhərlənmə verə bilər. Hələ biz tam almamışıq qarpız. Da yəni evdə amma mən yemişəm. Yəni başqa yerdə yemişəm amma hələ biz evə almamışıq tam. Yəni çünki hələ qorxuruq, yəni atam deyir ki, hələ tezdir, şeydir də, yəni birdən dərmanlı olar, zəhərlənərik. Ona görə yəni tam şey olsun, ayın ortalarında da alıb yeyəcəyik qarpız. Çox şeyində, yəni xoşum gəlir qarpızdan mən. Mən də ən çox sevdiyim yay meyvələrindən qarpızdır, alçadır. Sonra yemişdi, çiyələkdi və bunlar 4 dənə meyvə. Bunları xoşlayıram. Uşaqlar, mən bir dəfə avokado yedim. Avokado da qış ayı idi. Çox pis dadırdı da ayda. O nə idi elə? Avokado mən daha sonra da avokadoya yaxın durmadım da dayımdan sonra. Daha avokadodan uzaq gəzdim. İnşallah gedirik kassaya. Kassaya yox, salafan axtarmağa deyəsən. Bilmirəm uşaqlar, videonun çünki üstündən səsləndirirəm. Bilmirəm, yəni nə axtardığımı. Hə, kassaya yollanırıq da deyəsən. Hə da, kassaya yollanırıq məncə. Çox pis gəlmiş uşaqlar. Özümü sürmə saxlamışım. Çünki hələ videonu editləyib atmalıyam. Yəni o boyda iş başımdan aşağı tökülüb, aşağıya tökülür. Evet. YouTuber oldunsa vallahi hamısı, yəni hamı belə olur. Soku verirəm. Kalbasanı verirəm. Simitskanı verirəm. Kassadan keçirdir. Saskanı verirəm, qoyuram yerə. İstədim onda yeri qoyum. Amma da sonra fikirləşdim mənim deyil ki, mənim nəyəm lazım. Sonra kroka yığırıq, uşaqlar çıxırıq marketdən, dənizə yollanırıq. Bilirəm, istəyən səs yazmaq, nə bilim uşaqlar. Məndə xoşuma gəlmir biraz. İstəmirəm, yəni istəyirəm elə orijinal səs olsun. Amma ki, çünki arxa planda mahnı var, həm arxa planda da. Yəni səsi də silmək olur, prosto mən bacarmıram. Yəni nə bilim. Ona görə videonu uşaqlar üstdən səsləndirirəm, eləncik. Əvvəl uşaqlar mən səsləndirməni bilmirdim. Sən demə buradan eyləmişlər. Uşaqlar mən çox şey öyrəndim də, yəni bu axır zamanlar. O şortsa link qoymağı belə bilmirdim ya, Allah haqqı. Axırı ki sağ olsun. Suni intellekt var ya, Gemini. Daha doğrusu o öyrətdi mənə uşaqlar.
şeydi, shortsun üstünə link qoymağa. Mən bilmirdim onu şəxsən. Onu bilməyim çox yaxşı oldu bax. Çünki çox lazım olur. Video hər təzə bir video paylaşan kimi elə onu atıram first birinci. Sonra da videonun linkini yapıştırırım ora. Çox şey olur belə. İnşallah marketten çıxırıq. Deyirəm nə yaxşı marketin içində heç nə demədilər. O boyda çəkdiyim, zad elədiyim. Yəni heç nə yaxınlaşmadılar. Uşaqlar mən bir dəfə video çəkirdim. Bir dənə qız yaxınlaşdı dedi ki, nə zəhmət olmasa eləyim mənim üzüm düşməsin. Amma halbuki özümü çəkirdim, amma onun elə bir ki mən getmişdim. Buna nə deyirlər Tarkovda. Chicken port var, inşallah chicken port. Oraya gitmişdim mən. Orada yani çəkdim. Qız elə bir yerlə çəkili yerdə oturmuşdum. Arxamda da insanlar var idi də yəni. O qız gəldi yanıma, dedi ki, salam. Onlar mən çəkməyəsiniz. Mən dedim, mən sizi çəkmirəm, mən özümü çəkirəm. Mən onu çəkmirdim ki, mən özümü çəkirəm. Uşaqlar kimsənin icazəsiz. İndi uşaqlar qapını örtürük. Atan məsələ deyir, posta eşitmədim. Həqiqi zarafatsız yəni eşitmədim, məsələ dedi eşitmədim. Qapını örtdük, gedirik dənizə. Qabaq dediyim kimi qabaqdakı dənizə gedəcəyik. Baxın uşaqlar çatdıq dənizə. Videonu çünki bağlamışdım. Dənizdə uşaqlar çox adam var, zarafatsız. Bu nədir? Uyda, adam yəni yer tapmır uşaqlar maşını saxlamağa. Bir dəqiqə burada deyirəm ki, arxa planda mahnı var. Yəni onu deyirəm, bilirəm onu çünki. Ne kadar adam var dənizdə, uyda. Düz, day, qadından tutmuş, kişiyə kimi, yəni cins fərqi yoxdur. Hamısı buradadılar, hamı, bütün Azərbaycan buradadır, elə bir yarısı. Abartmayaq Azərbaycan. Azərbaycan olsa su bütün qədər dolar. Elə bir ki, Azərbaycanın 100%-dən elə bir ki, 20%-i suyun elə dənizdə idi. 25-30%-i dənizdə idi. Çox adam gəlmişdi. Çox həddindən artıq adam gəlmişdi. Maşınlara da çoxluğu uşaqlar yer tapa bildiydi axır sonra. Atam bir dənə belə yerə saxladı, düşdü elə. Uşaqlar. Hələ də bir anan atam yer axtarır. Mən də burada salaq video çəkirəm. Sizlər üçün uşaqlar yəni hər şey eləyirəm. Görürsünüz, zəhmət olmasa siz də kanalıma abunə olmağı unutmayın. Zəhmət olmasa like atmağı unutmayın ki, hətta zil işarəsini açsa yeni videolardan daha tez mən video atan kimi xəbərdar olasınız. Uyku da uşaqları öldür deyə məni valla. Uşaqlar heç ayrı vaxtı belə yuxum gəlmir Quran haqqı. Və niyə Allah eləyirəm ayrı vaxtı heç belə yuxum gəlmir. Nə deyəndə bir dənə video editləyirəm deyənə şeydir. Yuxu gəlməlidir. Yatmayacağım. O videonu qutaranacağım. Səs yazacağım. Yatmayacağım. Çünki yəni kanala dünəndə bir yatmamışam. Prinsipə düşmüşəm də yəni elə bir şey. Bunu paylaşmalıyam bugün. Mən ətrafa baxıram görüm yer tapa bilərəm. Axıratam bir dənə maşın tapır, onun yerinə salır, şeydir. Birinci biraz gözləyir maşın, sonra çıxır o həmin adam. Atam da maşını çəkir qırağa, gəmini tezdən gətirir yerə həmin yerinə saxlayır. Yəni həmin çıxanı yerinə saxlayır. Özünüz görürsünüz nə qədər adam var. Şıxovdakı bütün insanlar, Şıxova gedən insanlar hamısı buradadır bax Şıxov. Və həmişə uşaqlar biz Şıxova gedirdik çünki bu il Şıxov bağlandı da. Elə Şıxovda heç kim getmədi. Burada da dırnağımı yiyirəm.
Aha deyəsən yer tapırıq uje. Yəni də bu boyda. Savaşdan sonra uje da tapırıq məncə yer. O inşallah amma çox yer tapmaq yəni çox çətindir, həddindən artıq çətindir. Çox pis nə qədər axtardı, çox yoruldum mən. Yəni o boyda maşın içində mən gəzdim, yəni yoruldum da, yəni bildiyiniz. Hələ bu videonu siz zülmlə yəni editləyirəm bir dəqiqə. İstəyirəm editləməyim elə, yatım, başımı qoyum yatım. Ancaq yuxu basır məni. Amma bilirəm ki, kanala video atmaq lazımdır. Məsuliyyətsizlik eləmək lazım deyil. Məsuliyyətsiz olduqca lap da pis məsuliyyətsiz oluram. Yəni kanala video ata bilmirəm vaxtında. Şuşalar, şükür Allaha yer tapdıq. Hə, sözüm orada qalmış ki, məsuliyyətsiz oluram. Yəni kanala hər gün video paylaşmaq zorundayam. Yəni paylaşmalıyam. Düşürük. Mən qabaqdan gedirəm, çünki 5-5-i götürmüşəm. Yarı 5-5-i də götürüb gəlirlər. Video inşallah 23 dəqiqəyə çox az qalıb. 2 dəqiqədən sonra da artıq videoda sizlərlə sağ olasın. Amma narahat olmayın, sabah da yəni vlog gələcək həmişə. Hə, uşaqlar. Götürürük hər şeyi, çıxırıq. Gedirik dənizə. Şükür yəni, axırı ki, yer tapa bildik yəni, şükür Allahıma. Ki, yer tapdıq, maşını saxladıq, çıxdıq. Ayda, uşaqlar, videonu bizdən bağlayıram. 1 dəqiqə, son 1 dəqiqə. Neyse uşaqlar, yavaş-yavaş mən özüm deyim. Nə eləmək lazım özünüz bilirsiniz, zəhmət olmasa. Kanala abunə olub like etməyi unutmayın. Hələ videonun bağlamana biraz var, amma mən yenə də deyirəm. Kanalımıza abunə olun uşaqlar. Tezliklə 200 abunəyə çatağın. 200 abunəyə olmaya çataq. Yəni 200 abunəyə çatdıq, qalanlar jasantdır, yəni inşallah ki. 999 999 sonra 1K. Dən 200'e satdıq, qalanları jasantdır. Qalanları özünü eləmək olar. Hə, uşaqlar, vlogumuzun sonuna da gəlirik, yaxınlaşırıq. Kanala nə edirsiniz? Siz kanalıma abunə olub, like atıb, yorum yazmağı unutmayın. Sizləri çox ama çox sevirəm. Yaxşı ki varsınız, yaxşı ki məni izləyin. Sağ olun uşaqlar, kanalımıza abunə olub, like atıb, yorum yazmayı unutmayın. Sizləri çox ama çox sevirəm. Bay bay. Kanalıma olub like atın uşaqlar. Shorts'a yerləşdirəcəm videonun linkini, gedib oradan girib baxarsınız videoya. Bay bay.